Planetin ən gəzməli, ən görməli, ən əyləncəli yerlərindən biri Maltadan salamlar. Bu günləri gedirəm sizə şəhərin biraz qızğın yerlərindən göstərməyə. Ətrafı da birazdan çəkəcəm və gedə-gedə də danışaq, yola da fikir verək ki, maşınlar bizi lanqet eləməsinlər. Deməli, keçən dəfəki videoda çox təşəkkür edirəm hər birinizə göstərdiyiniz maraq üçün və həddən artıq maraqlı olduğunu fikirləşirəm, çünki baxış sayından yox, amma uzun müddətli baxılmaq məsələsinə görə deyirəm ki, çox maraqlı bir video olduğunu fikirləşirəm. Anyway, bu günləri gedirəm sizə çox dəli yerləri çəkməyə. Dəli dediyim, yəni parti küçələri var burada. Yenə də deyirəm, bura heç kim yoldaşını, sevgilisini tək buraxmasın. Bura əgər müvəqqəti gəlirsinizsə, tək gəlmək məsləhətdir. Subaylar üçün gəlmək məsləhətdir. İndi biraz da ətrafı göstərim sizə. Baxın, bura bizim Paşevil küçələrindən biridir. Burada sağ-sol otellər, restoranlar, sonra müxtəlif istifadə üçün nəzərdə, müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş binalar. İndi necə başa düşürsünüz düşün. Anyway, maşın gəlir, özümüzü də qoruyaq buradan. Yavaş-yavaş öyrəşirəm buranın abu-havasına, özümüzü çəkək. Nəysə, kənarda baş verənlərdən, ətrafımda gördüyünüz nələrəsə fikir verirsinizsə, bu mənim günahımdır və heç birinə də cavabdehlik daşımıram. İndi sizə bir dənə də qoqobro, amma nəysə, və bu da bizim limuzin. Biraz limuzindən göstərək. Bu Səydaş uşaqların yeridir bura. Niyə görə? Çünki burada hamısı partilərə bilet satırlar və bunlar da yay tətili üçün gəlirlər, sizə deyim. Yayda belə deyim də Avropada olan insanlar, burada əsasən İtaliyadan gələn adamlar işləyirlər. İtaliya, Fransa, zad belə tələbələr gəlirlər pul qazanmaq üçün. Amma sizə deyim ki, bu bilet satmaqla, partilərə bilet satmaqla ayına 2-3 min evro çıxardırlar ən azı. Ən azı. Niyə görə? Çünki bura parti yeridir. Bura dəhşətli dərəcədə əyləncəli bir yerdir. Planetin ən əylənməli olan ölkəsindən biridir. Və burada da, belə deyim də, özünüz fikirləşin ki, nə qədər adam gəlir il ərzində və 3 milyondan çox turist gəlir. Həmin turistlər də ki, bura əylənmək üçün gəlirlər. Bura çünki ən ucuz turizm yerlərindən biridir. Ölkə özü də ucuzdur və ona görə əsasən İngiltərədən gələn insanların əyləncə yeridir bura. Və Latin Amerikadan da çoxlu insanlar var burada. Sizə deyim ki, dəhşətli dərəcədə əyləncəli yerdir və onu da sizə deyim ki, ara sıra ətrafı da göstərim sizə və göstərə-göstərə danışaq. Bura mən sizə keçən dəfədəki videoda dediyim kimi mentorluq proqramı yaratmışam. Mentorluğun yeridir. Gözləyək burada. Cəmaət burada neynir hala? Mentorluğun heç yeri idi bura. Bir də gözə keçək buranı sonra danışarıq. Bu qız çox gözəldir, amma o birisi yanında oturan yox. Nəysə, biz gedək sizə çox yaxşı yerləri göstərim. Qaqaşım, bura əylənməyin ən əsas gözəl yerlərindən biridir. Bu da bizim xanım Donald Trump'dır. Bilmirəm kimdir, nədir, nəçidir, nə iş görür. Amma bizdəydir. Hərənin öz işi var. Mənim də işim video çəkib sizə məlumat verməkdir. Aşağı düşək məncə. Sorry. Aşağıda daha yaxşı yerlər var və dəniz də var aşağıda. Gezəcəm sizə indi bu çimərliyin. Bir dənə mənə gözlər qaqaşım. Gedək indi sizə çimərliyin olduğu yerdən də video çəkim, orada danışaram. Nəysə, 15-16 yaşlı uşaqlar, Səydaşlar imkan versələr, bu pavementlə, səki ilə gedə-gedə danışarıq. Ümid edirəm ki, başım buradan kəsilmir videoda, çünki kameranı görmürəm, hardan necə çəkirəm zat. Ona görə üzrlü sayın. Onu dedim sizə. Bura əvvəlki videoda dediyim kimi gəlmək istəyənlər üçün proqram yaratmışam. Maltada dil kursları. Çox adam maraqlanır və tələbələr də yazılıb artıq.
biz çox ilə artıq iş görməyə başlamışıq. Yayıvuzu, qışıvuzu, hansı fəsili istəyirsiniz burada keçirə bilərsiniz oxuyaraq. Həm oxuyub, həm də part-time müəyyən bir işlərdə də işləyə bilərsiniz. Çox adam fikirləşir, mən ofisiant işləyə mənə iş icazəsi verirlər. Ay kişi, ofisianta kim icazə verir? Burada bu 2-3 ay iş işləyəsinsə, ona görə immiqrasiya idarəsinə müraciət eləsinlər. Nə bilim, sənin üçün buradan sənəd düzəltsinlər falan. Yox, elə şey yoxdur. Sən sadəcə cash pula işləyirsən ki, gündəlik xərclərini çıxardasan eləyəsən. Bunun üçün də sən kim iş icazəsi, immiqrasiya, ID kart zad versin. Düzdür, var, full time ofisiant işləyənlər var. Amma ki, da indi sən 2-3 ay burada işləyəsən, onun üçün eləmirlər. Acə sənədləşmənin vaxtı elə 2-3 ay çəkir. Ona görə də boş ver, əylənməyin və gözəl günlərin keçirməyinə fokusdan. Mən belə deyim, bir əlimdən telefon tutmuşam, bir əlimdən mikrofon tutmuşam və danışmağa çalışıram. 3 işi bir yerdə görməyə çalışıram. Ona görə də səhvlər edirəm, nə bilim, cümlələrdə biraz problemlər yaransa üzrü hesab edin. Xanım qız ayağını yuyur, biz də ona mane olmayaq. Amma ki, çəkib göstərək ki, cəmaat nə iş görür də burada. Burada iş vacibdir, iş görmək vacibdir. Yəni, nəysə, davam edək. İndi biraz da bu çimərliyin, plyajın əsas yerinə gedək. Davam edək söhbətimizə bizim. Onu deyirdim sizə ki, bax, bu əyləncə mərkəzləridir, nə bilim, bu gözəllikləri siz mütləq ki, gəlib, gəzib görməlisiniz. Mənə də görün. Hə, bütün bu işləri mən eləyirəm. Necə eləyirəm? Mən deyəndə ki, mən və bizim komanda olan başqa bir adam da var. O eləyir. İş nədən ibarətdir? Siz mentorluğa yazılırsınız, konsultasiya edirik sizlə ki, baxaq görək sizin büdcəviz nəyə uyğundur, hansı proqrama uyğundur. Çünki bizim bu təşkil edədiyimiz Maltada dil kursları 75 evrodan başlayır. Kursun növündən asılı olaraq. O deməkdir ki, bütün kurslar 75 evrodan başlayır. Yox. Kursun növündən asılı olaraq IELTS kursu seçirsiniz, intensive general English seçirsiniz, business English seçirsiniz, hansını seçirsiniz fərqli olaraq dəyişir. Amma minimal olaraq 75 evrodan başlayır. Və bu dünyanın ən ucuz ingilis dili kurslarını təklif edən ölkədir. Ölkələrdən biridir, ölkədir sizə deyirəm. Bax, bundan ucuzu yoxdur. Çünki ingilis dilli ölkədir. Siz gəzərək, danışaraq, nə bilim, işləyərək bütün günü ingilis dilinlə əlaqə quracaqsınız, ingilis dilində danışacaqsınız və bu da sizin üçün 2 qat müsbət təsir göstərəcək ki, ingilis dilini inkişaf elətdirmək üçün. Və indi sizə bu tələbələrdən də göstəreyim. Bax, bu tələbələr hamısı gəliblər burada ingilis dili öyrənməyə, nə bilim, internship keçməyə falan, əylənirlər və günlərini keçirirlər, yay tətilini keçirirlər, sonra da gedib qaydanda öz ölkələrinə yay tətilini necə keçirtdim deyə inşadır, imladır, zad var, belə-belə şeylər yazacaqlar, kiçik işlər görəcəklər. Amma hazırda bu olduqları ölkədə buranın dadını çıxardırlar və kameranda tez-tez fırladıram ki, fikriniz qarışmasın, mənlə də mütəmadi olaraq əlaqədə olun. Dediyim kimi, hansı kursdan maraqlanırsınızsa, rəydə və videonun açıqlama hissəsində mütləq ki, link buraxıram. Oradan yazıla bilərsiniz. Bütün məlumatları oradan ala bilərsiniz. Yaxşı, deyək ki, Emin, biz ora gəldik. Gəlmək istəyirik daha doğrusu. Bunu birinci nədən başlamalıyıq? Bax, birinci dediyim kimi gözəl insan. Mənlə və ya bizim komandada olan biri ilə konsultasiya eləməlisən. Çünki sənin xərclərini bilməliyik, sənin hazırki vəziyyəti bilməliyik. Bəlkə sən ailə ilə gəlmək istəyirsən, bəlkə sən tək gəlmək istəyirsən, bəlkə sən özün qrup yaradırsan, 4-5 nəfər uşaqlarla gəlmək istəyirsən. Ona görə bax, sənin haqqında biz məlumat bilməliyik və ondan sonra sənin üçün ən yaxşı proqramları hesablayıb, tapıb, düzəldəcəyik. Bundan da, belə deyim də, nə asılıdır? Çünki sən tək dil kursuna yazılmaqla bitmir işin. Qalmağa yeri də seçmək lazımdır. Sən kursun kampusunda qalasan, yoxsa sən ayrıca ev tutasan və bu hamısı fərqli qiymətə olur və sənin qalmaq yerin haradır, bunu dəqiqləşdirməliyik. Sənin xərclərin deyək ki, yemək, qidalanma xərcləri falan nə qədər çıxır, bunu bilməlisən. Ümumiyyətcə də, yəni bütün bu hər biri haqqında bir paket düzəltmək lazımdır sənə ki, sən sonra da nəzəriyyət çəkməyəsən. Burada gələndə qərdişi sizi qarşılayır.
Gətirir sizi aeroportdan götürür, qaldığınız yerə qədər də aparır, qoyur. Və bütün hamısını mən eləyirəm. Mütəmadi olaraq da danışırıq, əlaqədə oluruq. Nəsə sualınız olsa, nəsə probleminiz olsa Maltada qulluğunuzda hazıram. Yəni bunu Azərbaycanda sizə kimsə nəsə söz verə bilər, filan zat o yan bu yan. Amma onlar sizə fərqli qiymət deyirlər. Mənim təklif elədiyim proqram isə sırf siz baxın kursun öz qiymətini görəcəksiniz. Sizə linki göndərəcəm ki, kursun qiymətini görəsiniz, özünüz seçəsiniz. Belə bu sizin üçün həm güvənli olur, həm də ki özünüz də bilirsiniz ki, xərcləriniz nədir, hansı kursu seçmək sizə məsləhətdir. Amma bunu Azərbaycandakı şirkətlər eləmirlər. Sizə o kursun saytını verə bilməzlər. Çünki siz kursun özünlə qeydiyyatdan keçib birbaşa həll eləyə bilərsiniz. Amma Eminin ondan qorxusu yoxdur. Nəyə görə? Çünki Emin özü buradadır və o kurs Azərbaycanda təklif edən kursların nümayəndələri yoxdur Maltada. Amma Emin buradadır. Emin burada sizin üçün kömək eləyəcək. Emin gəlib sizi o aeroportdan götürür, qaldığınız yerə aparır. İlk bir ayı bu öyrənmə mərhələsi var. Bax onu mütləqdir ki, hər hansı bir öz dilinizdə olan bir insanla köməkləşəsiniz. Çünki belə deyim də sizə, ola bilər sıfır ingilis dili ilə gəlirsiniz və mümkündür də. Çünki bu dil kurslarının da məqsədi odur ki, bilməyəni öyrətmək. Yoxsa sən bilirsənsə C2 levelsansə, sənin nə lazımdır ki, ingilis dili kursu. Bəzi istisna səbəblər var ki, sən sadəcə Avropa vizası almaq istəyirsən, o başqa öz yerində. Amma indi sən bu təzəsən və sənə öyrənmək lazımdır, öyrəşmək lazımdır. Bunun üçün Emin sizə dəstək olur. Amma bunu Bakıdakı şirkətlərlə eləsəz, onların heç birinin sizə bu köməyi olmayacaq. Yenə də deyirəm, mənim ondan qorxum yoxdur. Saytı verəcəm sizə, göstərəcəm mentorluqda. Baxacaqsınız, özünüz seçəcəksiniz. İndi ondan sonra özünüz bilərsiniz. Gözəl insan. İstəyir şirkətlə gedin, başqa şirkətlə iş görün, istər özünüz eləyin, istər mənlə eləyin. Heç bir fərqi yoxdur mənə. Özünüz bilərsiniz. Amma yenə də deyirəm, nəsə lazım olsa mən buradayam. Mən özüm həll edirəm. Və bu da sizin üçün, belə deyim də, bu dil kursu barədə olan məlumat. İndi biraz çox şey eləməyə gedək. Əyləncəli yerlərdən sizə göstərim. Bu da vacibdir. Nəyə görə? Çünki əylənmək insanı cavan saxlayır və sizi gözəlləşdirir. Gözəlliyinizə gözəllik qatır. Bir də onu deyim, kanalı mütləq abunə olun və videonu bəyənin ki, gözəl insan. Bu tamamilə pulsuzdur. Bir dənə orada bəyənmək düyməsini basmaq tamamilə pulsuzdur. Abunə olmaq tamamilə pulsuzdur. Sizdən heç bir xərc, heç bir güc tələb eləmir. Sadəcə 2 dənə əzələ var da, bu əldə bir dənə barmağı vurursunuz. Çıxıt, vəssalam. Gedək sizə o çıxıdı yerlərdən göstərim, davam eləyək. Baxın, bura çox maraqlı küçədir. Mən buranı həqiqətən də xoşlayıram. Vaxt tapdıqca da eşdən, gözdən nə vaxt tapıramsa gəlirəm burada, gəzirəm özüm üçün. Şəllənirəm. İndi siz gələndən sonra da vaxt eləyib bir yerdə gəzərik özümüz. Bu da bizim qardaşlarımızdır. İş yoldaşı ilə oyuncaqlaşır. Və bura shopping mallun kənarıdır. Aparım sizə shopping mallı göstərim. Bir də əgər sizin üçün maraqlıdırsa xərcləri çəkim göstərim ki, məsəl üçün nə qədərdir, yaşayış xərcindən əlavə yemək xərci filan nə qədərdir. O qızlar çox gözəldir, fikrimi yayındırırlar, danışamıram. Nəysə, sizə bu yemək, qidalanma xərcləriniz adı istəyirsinizsə, mağaza qiymətlərini də göstərə bilərəm. Çünki sizin qarnınız tox olmalıdır. Yeyib içmək lazımdır. Ona görə də siz bu qiymətləri bilməlisiniz. Əgər istəyirsinizsə, ya istəmirsinizsə heç mənim üçün də maraqlıdır, çəkmərəm. Özüm bilirəm ki, qiymətlər nə qədərdir. Nə yeyirəm, nə içirəm, nəyi alıram, özüm bilirəm qiymətlərini. Amma sizin üçün maraqlıdırsa, bilmək istəyirsinizsə ki, aylıq, məsəl üçün təxmini nə qədər mənim yemək xərcim çıxacaq. Onun üçün supermarketlərə gedib çəkib göstərə bilərəm sizə. Bir də ki, danışa-danışa mən bu Azərbaycan dilim düzəlir ki. 3-4 dənə video çəkirəm ki, düzəlir mən danışmağım təmizləşir. Təmiz danışıram. Neçə vaxtı belə açıq havada, açıq Azərbaycan dilində uzun müddətdir danışmırdım. Yəni uzun olaraq danışmırdım. Hər hansı bir cümlələri qurmaq zad o yan bu yan. Amma indi təşəkkür edirəm mənə bu dili öyrədirsiniz ki, yadırğamayım. Öyrədirsiniz yox, belə bir qudurmuşluq kimi çıxmasın. Amma uzun müddətdir, 5 ildir demək olar ki, çox istifadə eləmirəm və ona görə də bəxşləyirsiniz məni.
Amma bu ərəblər də burada hazırda çoxalır getdikcə və bu bizim shopping malldur. Gəlin sizə bax buranı bir dənə də durursan deməli ortada. Bax, gəlin sizə bunu göstərim. Durursan ortada və baba 360 eləyirsən. 360 gəldi, düşdü qızların arxasına. Belə şeylər eləməyin də. Bax, xoşuma gəlmir axı. Nəysə, görməmişlik eləməyin. Amma bura çox maraqlı yerdir, xoşuma gəlir mənim. Biz neçə dəqiqədir danışırıq? Artıq 15 dəqiqəni keçib. Nəysə, çox uzatmayaq. Ümid edirəm ki, bu videolardan çox maraqlı bir şeylər öyrənirsiniz və gəzməkdir, sonra öyrənməkdir, ətrafı görməkdir. Hər biri sizin üçün maraqlı olmalıdır. Biraz enerjili olmalısınız. Ay kişi, bu pul zat qazanmağı hər yerdə eləyə bilərsiniz. Əgər bacarığınız, istəyiniz varsa, tənbəlliyiniz yoxsa, pul qazanmağı hər yerdə eləyə bilərsiniz. Amma qazanaraq əylənmək, əylənərək qazanmaq zat bu özü də daha yaxşı bir şeydir. Çünki siz həm də təcrübə qazanırsınız, həm də pul qazanırsınız. Eyni zamanda dostluqlar qazanırsınız və ola bilər ki, indi kimsə biraz çox dəcəldir, hətta pasport da qazana bilər xarici ölkənin. Nəysə, bu mövzu sonranın mövzusudur. Kanala abunə olun, videonu bəyənin, dostlarınızla paylaşmayın. Çünki bu dostlarınızla paylaşılası videodur. Ola bilər ki, dostluğunuz sizin evlidir, ailəsini dağıtmayın bu videolarla. Özünüzdən müğayət olun. Sizdən Emin Bərxanov və bu da bizim Malta mağaza videosu. Malta Paçevil videosu. Əgər sizə maraqlıdırsa, növbəti 2 videonu, o bayaq göstərdiyim Paçevilin ən qızğın yerlərindən gecə saat 12-dən sonraki videoları göstərə bilərəm sizə. Şəhər necə dəlidir, necə qaynayır, necə turistik yerdir və klublar, zatlar hamısını göstərərəm sizə. Və əlavədə ikinci bir video mağaza qiymətləri, yemək qiymətləri, ərzaq qiymətləri, bunların hamısını sizə göstərə bilərəm. Və yenə deyirəm, Kanada immiqrasiya proqramları öz yerindədir. Malta bu dil kursu proqramları hamısı öz yerindədir. Heç biri dəyişmir, hamısı olduğu kimidir. Rəydə və videonun açıqlama hissəsində hər biri qeyd olunub. Hələlik.